Qeyd etdiyimiz kimi, qədim dövrdə insanların inanclarında həddən artıq xurafat, məfhumat mövcud olmuşdu. İndi də həmin məfhumatın bəzi qalıqları müşahidə edilməkdədir. Quranın nazil olduğu dövrdə də insanlar xeyli sayda bütə sitayiş etmişlər. Təəccüblüsü budur ki, bəzi hallarda insanı da tanrı olaraq qəbul edənlər olmuşdu. Quran Yahudi alim və rahiblərini, habelə Həzrət İsa'nı özlərini tanrı kimi qəbul etmiş insanları qınayaraq belə buyurmuşdu. Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar qəbul edirlər. Tövbə surəsi 31-ci ayə. Bu kimi məfhumatlar insanların inancını yanlış yola çəkdiyi, o cümlədən cəmiyyətdə pərakəndəlik yaratdığı üçün Peyğəmbərlər buna qarşı ciddi şəkildə mübarizə aparmışlar. Təsadüfi deyil ki, Quranın ilk surəsi Allah-u Teala'nın adı ilə başladıqdan dərhal sonra həmçəna yalnız və yalnız ailələri Rəbb olan Allaha məxsus olduğunu bildirmişdi. Bununla da Quran digər tanrıların üstündən qırmızı xətt çəkərək onlara əsl yerlərini göstərmiş, onların yerində tövhid nişanələrinin təməlini qoymuşdu. Daha bir maraqlı məqam ondan ibarətdir ki, hər bir müsəlman gündəlik namazlarında ən azı 10 dəfə bu cümləni təkrar etməlidir ki, tövhid yolundan çıxıb şirkə düçar olmasın. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.